Sinüs kvadratı alfa toplansın kosinüs kvadratı alfa bərabərdir 1 bərabərliyini 3 bucaq qaydası ilə ispat edin. Gəlin ispat edək. Deməli, birincisi bilirik ki, sinüs alfa bərabərdir. Qarşıdakı katetin, yəni A-nın C-yə nisbəti, yəni hipotenuza nisbəti. Kosinüs alfa bərabərdir bitişik katetin, yəni B-nin hipotenuza nisbəti, yəni C-yə nisbəti. Və sinüs kvadratı alfa toplansın kosinüs kvadratı alfa bərabərdir. A bölünsün C-nin kvadratı toplansın B bölünsün C-nin kvadratı bərabərdir. Alınacaq A kvadratı bölünsün C kvadratı, B kvadratı bölünsün C kvadratı, o da bərabərdir. A kvadratı üstə gəl B kvadratı bölünsün C kvadratı. Və Pifaqor teoreminə görə nə demişdik? Demişdik ki, katetlərin kvadratları cəmi bərabərdir hipotenuzun kvadratına. Yəni A kvadratı toplansın B kvadratı bərabərdir C kvadratına. O zaman biz də burada A kvadratı toplansın B kvadratının yerinə yazırıq C kvadratı bölünsün C kvadratı bərabərdir 1. O zaman biz almış olduq ki, sinüs kvadratı alfa toplansın kosinüs kvadratı alfa bərabərdir 1-ə.